Hüseynov Sahil Habiloğlu 12 iyul 2001-ci ildə Ağcabədi rayon Xocavənd kəndində anadan olub. Əslən Xocavənd rayonundandır. İlk təhsilini Xocavənd kənd 1 saylı tam orta məktəbdə alan Sahil 2019-cu ildə məktəbi bitirib və hərbi xidmətə gedib. 2020-ci il 12 iyulunda başlanan Tovuz döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsində iştirak edən əskər Sahil Hüseynov xüsusilə Füzuli döyüşlərində iştirak edərək döyüş tapşırığını yerinə yetirib. Və Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndi uğrunda döyüşdə qəhrəmanlıqla şəhid olub. Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda Füzulinin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib. Ağcabədi rayon Xocavənd kənd qəbirstanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidin.